Atası, anası qalmışdı qərarda, nənəsi, babası qızı vermirdi bizə. Ay yaş elə söhbətlər olmayın. Sən nə vaxtdan ev almaq istəyirsən ki? Birlikdə istəmirdi. Sizcə arsızlaşmaq üçün neçə müddət lazımdır? Bizim üçün bir ay bəs idi. Əslində xanım gəzmək istəyir, mən ev almaq istəyirəm. Amma xanıma görə mən itəli etmək istəyirəm, xanımca ev alır. Gərək kimsə ölsün ki, sən mənə icazə verəsən də. Eşrəf rüyaya baxmaq. Mən aparmısan adaya? Kibritin eləyəcə. Sən istiliyi sevirsən. Bir-birinizin xoşuna gəlmək üçün özünüzü dəyişmisiniz. Niyə görə bəli? Məndə bir dənə dəyişikliklə bağlı problem var. O da arada kilo falan alıram. O da restoran işlətməyimə görə. Orada da məcbur qalıb yeyirəm. Ona görə də çəki atmaq barəsində dəyişikliklər edirəm ki, Çalışırsınız. bəli, xanımın xoşuna gəlim. O da, Tamam, sizcə dəyişiklik var yoxsa yox? o da hələ ki məncə Var idi, amma tətildən sonra artıq yoxdur. bizim Tayland, bir həftəlik Tayland səfərimiz oldu. Bu hardasa dekabr ayının 9-undan 16-sında. Orada həmin o gedən çəkilər də Çoğaldı, təzədən Fuad. qayıtdı. Və hər gün zala yazılacam deyir. Amma gözləyirik. Bir-birinizdə əvvəlcə bəyənmədiyiniz, lakin sonradan bəyəndiyiniz xüsusiyyətlər varmı? Okey, bu dəfə tam əks oldu. Əvvəl Fuad çox qısqanc idi və bir Normal türlü olaraq. profilimi qəbul edə bilmirdi. Sadəcə dərd açıq profil idi. Bəli. Bağlamadınız amma hələ də bloq eləyə davam edirsiniz və məncə siz Mən ona dedim ki, bəs məni belə tanımısan da, yəni mən beləyəm, yəni dəyişən biri deyiləm. Yəni Çatlayaram, qərarlarımda patlayaram, qərarlıyam. dəyişmərəm. burada artıq Fuad bəy məncə xeyr cavabı doğru olmadı. Məncə siz bəli eləməliyik. Çünki bəyənmədiyiniz bir xüsusiyyət var və sonradan artıq bəyənmisiniz. Yox, mən hələ də bəyənmirəm. Sadəcə alışmışam. Yenə də məcburiyyət. Hörmət eləyirəm.